Bu ana arının mayalanma uçuşuna çıxmasıdır. Ya da ki ilk bələdçilik uçuşu. Bax, dördüyü may ayının 4'ünde formalaştırdığımız nukleostur bu. Ayın 4'ünde çıxmış ana arıyla. Bugün 8 maydır. Baxın bu gözəl çaya. Baxın, 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 baxın. Dört gündür ana arının çıxmasından, yani bu kiçik nukleosu formalaştırdığımızdan 4 gün keçib. Demək bugün ana arı bu pətəkdən, yani bu nukleosdan çıxdı. Yəqin ki ilk bələdçilik uçuşudur. Yani ana arı çıxdıqdan bir neçə gün sonra ilk bələdçilik uçuşu edir. Yani yuvasını tanımaq üçün bir dəqiqəlikdə çəkə bilir, 2 dəqiqəlikdə bu uçuş. Yani yaxın ərazidə təxminən 50 metrdə ola bilər, 100 metr ərazidə ola bilər. İlk bələdçilik uçuşu edir. Ondan sonra cütləşmə uçuşuna çıxır və bu 1 kilometrdə ola bilər, 2 kilometrdə ola bilər. Artıq ana arının çıxmasından 4 gün keçib əziz dostlar. Baxın dostlar, gözəlçəmiz artıq qayıtdı. Əssalam. Bilmədim bunu necə çəkə bildim, amma çəkdik. Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun. Bugün may ayının 13'üdür, 2025-ci il. Deməli dostlar, bu pətəyi bir neçə gün bundan əvvəl may ayının 8'ində buradan ana arı mayalanma uçuşuna çıxanda mən çəkmişdim. Yani bu pətəyə bir baxın, görəcəksiniz buradakı bütün bu yazılar. Deməli, tez-tez soruşurlar məndən, ana arı neçə gündən sonra yumurta qoyur, neçə günə mayalanır. Əziz dostlar, yani ədəbiyyatlarda yazılır ki 5-6 günə də ola bilir, 7 gündən sonra da çıxa bilir. Yani ana arı mənim gözümün şahidi olmuşam bir neçə dəfə 5-ci gündə çıxıb mayalanma uçuşuna, 4-cü gündə çıxa bilib. Bu pətəkdə 4 may çıxmış ana arıydı. 8 may artıq bunun uçuşunu mən çəkdim. Şimdi mən bunun yumurta qoyub qoymamasını da sizinlə paylaşaram. Yani burada bir neçə aylar yerləşir dostlar. Yani 3 aylık nukleoslardır bunlar. Deməli dostlar, ana arı çıxdısa, çıxan gündən 4-5 və yaxud bir həftədən sonra da mayalama uçuşuna gedə bilir. Bu hava şəraiti ilə əlaqədar olan bir şeylərdir. Mənim təcrübəmdə, mənim arıxanamda, nukleoslarda hətta 11-ci gün ana arı mayalanma uçuşuna çıxmasını görmüşəm. Yağışlı havalar olanda, yani hava şəraiti ilə əlaqədar. Hava bir qədər buludludur dostlar. Arılar bağışlayın.
tüstü vermirəm sizə. Bismillah. Mükəmməl. Deməli, artıq burada özləri toxuyublar yumurta. Baxın, günlük yumurtaları sizə göstərirəm. Axşamdır, biraz ola bilsin yaxşı görsənməsin. İndi gözəlçəmizi də göstərərəm. Deməli dostlar, 9-cu gün bu ana arı artıq yumurta qoydu. Yəni 4 may çıxdı, 8-də mayalama uçuşuna getdi. 13 may artıq yumurta qoydu. Deməli 9 gün. Bunun çıxmasından 9 gün keçdi. Ola bilir, bəzən 14-cü gün yumurta qoymağa başlayır, bəzən 12-ci gün. Baxın, bunlar hamı hava şəraiti ilə uyğun və arının necə yemləməsindən asılı olan şeydir. Maşallah olsun, bəh, 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 bəh. Bu bizim gözəlçəmizdir. İndi sizə bu çərçivədə də qoyduğu yumurtaları göstərəcəm. Bütövlü ilə bu kiçik çərçivə. Baxın. Deməli, odur gözəllər gözəli. Hələ yer axtarır yumurta qoymasına. Dostlar, yəqin ki quşların səsini eşidirsiniz. Havada nə qədər arı quşları var. Demək, bu gözəlçə bizim ərazidə həddindən artıq quşlar çoxdur. Bu, əgər 9-cu gün artıq yumurta qoymağa başlayıbsa, yaxşı, başa düşdüm, bağışlayın, sizi narahat elədim. Hava sərindir. Demək, bu ana arının heç bir reklama filana daha ehtiyacı yoxdur. Yəni, bu quşların əlində ki, bu gedir, mayalanır, qayıdır. Demək, dostlar, bu ana arıya daha mən özünüz analiz edin. İndi mənim ana arılarım əlində qalmır, mən onu sata bilməyim, ona görə bunları göstərmirəm sizə. Sadəcə göstərirəm ki, tez-tez suallar verirlər ki, ana arının neçə günə mayalanır, neçə günə qayıdır, neçə günə gedir. Dostlar, mənim arıxanamda kütləvi erkək arılar yetişdirilir. Yəni, yaxşı məhsuldar ailələrdən erkək arılar yetişdirirəm ki, məhz bax, bu üçün, bunlar üçün, yəni bu ana arıların tam təhlükəsiz mayalanması üçün yetişdirirəm. Baxın, həddindən artıq ailələrdə erkək arılar yetişdirirəm ki, bu da ailələrə, arı ailələrə çox ziyandır. Yəni, çox ziyan deyəndə ki, həm gənə ilə mübarizə aparmaq çətin olur, həm də ki, arılarda bal sərfiyyatı çox olur, yem sərfiyyatı çox olur təbii ki. Bax, amma bizim ana arılar təbii ki, mayalanmayanlar da olur. Yəni, uçuşdan qayıtmayanlar da olur. Bax, bu cür o quşların əlindən, arı quşlarının əlindən mayalama uçuşundan qayıtmayanlar da olur, dostlar.
Baxın, ona görə erkək arılar yetişdirilir ki, ana arılar qısa zamanda mayalansın. 5, 3, 10 dəqiqə ərzində bəzən elə olub ki, gözümlə görmüşəm, vaxtla hesablamışam. 15 dəqiqəyə qayıdan ana arılar olub, 10 dəqiqəyə mayalanıb qaradan ana arılar olub. Yəni qısa zamanda, çünki erkək arılar nə qədər çox yetişdirilsə, ana arı bəsləyən, satışı ilə məşğul olan, yetişdirən arıxanalarda bir o qədər də ana arıların mayalanması təhlükəsiz və qarantlı olur dostlar. Odur ki, bunu da sizə göstərdim. Bu da bizim növbəti gözəlçəmiz. Hər şey super. İndi də quşları lap yaxından göstərəcəm sizə dostlar. Bu arı quşları həddindən artıq çoxdur bizdə. Amma şükürlər olsun, ana arılarımız mayalanır, qayıdır. Hər bir şey normal.